Sevgilimə zəng elə, sənə xəyanət eləmişəmdir və əsas məsələ xəyanət elədiyim oğlan ölüm mənə eləyir. Sən sənə kömək eləyər? Sevirsə eləyər. Zəng eləyəsən ki, sənə xəyanət eləmişəm, amma əsas məsələ xəyanət elədiyim oğlana ayrılmaq istəyirəm, məni ölümdən təhdid edir. Sənə kömək eləsəz, 50 manat pul yerə necə qazanacaqsan? Və əlavə səhifəni izləyirsən? Yox. Təəssüf, izləsən sən nə olacaqdı? Nə olacaq? Yerindəcə 100 manat Azərbaycan manatı. Mütləq buna görə siz də izləyin, baxan elə bax siz. Zəng eləyək. Eləyək. Alo. Ayda. Salam, necəsən? Yaxşıyam, sən necəsən? Yaxşıyam. Sənə çoxdan da bir şey demək istirdim. Bilmirəm necə qarşılayarsan. Ayda, nə olur, yaxşısan? Necə deyim bilmirəm. Mən sənə xəyanət eləmişəm. Yaxşı, da zarafatı qoy qırağa görüm, nə olub? Danış görüm. Yo, zarafat deyil, həqiqi ciddiyəm. Sadəcə bir dəfə olub da bu belə bir şey. Yox, bir dəqiqə dayan, elə rahat danışırsan ki, çox rahat danışsan, baş açmalısın bu məsələdən. Sadəcə olaraq indi əsas məsələ o deyil əslində. Başqa bir şey də var. Nə oldu bu ya, bundan artıq sən nə edə bilərsən ki? Mənə ölümlə təhdid eləyir o. Kim təhdid edir səni? Oğlan. Bu mənə xəyanət edəndə fikirləşmişdin ki, mənə kimsə ölümlə təhdid edə bilər. İndi mənə deyirsən bunu. Yəni ən azından 3 ildir bir yerdə olmuşuq da, sevirsən məni. Ən azından axırıncı səfər mənə kömək eləyə bilərsən də, yəni. Başım ağrıdı. Yaxşı, vaxtım azdır mənim. Nə deyirsən, nə şantaj edir, nə deyir? Ayrılmaq istədim. İkinci dəfə görüşə getmədim. Mənə dedi ki, gəlməsən belə olacaq, elə olacaq, öldürəcəm səni. Mən sənə axırıncı dəfə kömək eləyəcəm. Bundan sonra da nə məni danışdır, nə lazımdır eləyərəm, problem yoxdur. Mən gedirəm, tələsirəm. Yəni mən işləyəm, bilirsən. Məni yığarsan 5 dəqiqə, yaxşı? Yaxşı, çox sağ ol. Yaxşı, sağ ol. Və 5 dəqiqə keçdi. Məncə ki, zəng eləyə bilərik, yox? Eləyək, görək nə deyir. Bu nömrəyə rəng çatmır. Telefon ya söndürülüb. 3 ilim heyifdə, yəni həmin adama.